xalqımız necə milli mənəvi dəyərlərini öz kökünə qadir, yoxsa aşılanma daha çox gedir son dövrlərdə, qərbə doğru canım? Qızım, burada xalqın günahı yoxdur. Burada xalqı günahkar eləmək olmaz. 2-3 dənə televiziya kanalında şouları yağış kimi cəmaatın başından yağdıran adamlar xalq demək deyil. Xalq başqa qüvvədir. Xalqın min illərə söykənən xəzinəsi var, yatırı var, dünyası var. O adamlar, o ət tökən çıxışlarla, heç evdə, ailədə iki adamın arasında deyilməyən sözü ekrana çıxartmaqla o öz tərbiyəsizliyini, mədəniyyətsizliyini göstərir. Məhz bugün mən ona görə deyirəm, ekranlara sağlam təfəkkürü, sağlam əqidəli, ailəsi salamat olan adamlar çıxmalıdır. Mən dönə-dönə özür istəyirəm, yer gəlib deyirəm, elə adamları çıxardırlar səhnəyə ki, hamı bilir ki, bu 4 dəfə əri edib, 5 dəfə ərdən boşanır. Bu adam çıxıb xalqa əxlaq dərsi deyir. Xalq onun özünü təhqir olunmuş hesab edir. Televiziya kanallarından xahiş edirəm, ekranlara dəvət elədiyi adamların şəxsiyyətlərinə fikir versinlər. Xalqa öğüt, nəsihət dərsi verən kimdir? Hansı tərbiyənin sahibidir? Hansı ocaqda, hansı bucaqda yetişir?